Mən Nadirov Zahid, Altman Taekwondo klubunun direktoru və baş məşqçisi. Klubumuz 9 ildir ki, fəaliyyət göstərir. 2017-ci il 16 oktyabrdan etibarən. Biz Bakı şəhərində 3 filialla fəaliyyət göstəririk. Maşdağa, Zabrat və Qaraçxor filiallarında ümumilikdə 200-dən artıq idmançı məşq edir və bizim gələcək planlarımızda biz fəaliyyət planımızın çərçivəsini daha da aşmaq və filiallarımızın sayını artırmaqdır. Biz 4 yaşından yuxarı idmançılar filiallarımıza qəbul edirik və gələcəkdə də peşəkar idmançı kimi hazırlanmaqda bizim məşqçilərimiz tam dəstək göstərirlər. Yəni bu müddət ərzində medal qazanmaq deyil, kadr hazırlığı da bizim əsas istiqamətlərimizdən biridir. Hal-hazırda 5 məşqçi, 2 köməkçi məşqçi və 3 milli dərəcəli hakim olaraq klubumuzdan yetirmələri fəaliyyət göstərir, yetişdirilmişik. Bu vaxta qədər bir çox qara kəmər sahibləri, eləcə də indiyə qədər bütün yaş kateqoriyaları üzrə 30-a yaxın Respublika birincisi, Respublika çempionu yetişdirmişik və idmançılarımızın böyük əksəriyyəti həm yerli, həm beynəlxalq yarışlarda, həm qalib, həm də mükafatçı kimi Azərbaycanımızı layiqincə təmsil ediblər. Biz çalışırıq ki, Azərbaycan Taekwondo Federasiyasının bütün kateqoriyaları üzrə kadrlar yetişdirək və buna bariz nümunə kimi döyüş üzrə uşaqlardan tutmuş böyüklərə qədər hər il davamlı şəkildə milli komandaya idmançılar veririk. Eləcə də Demo Team, hansı ki, nümunəvi çıxışlar komandası da bizim əksər idmançılarımız o üzrə də fəaliyyət göstərirlər. Həmçinin Pumçe üzrə də bizim idmançılarımız yüksək nəticələr əldə ediblər. Gələcək amalımız da odur ki, Azərbaycan Taekwondosuna inşallah olimpiya medalı qazandıraq və ümumi komanda halında Azərbaycan Taekwondosuna mühüm töhfələr vermək. Mən Quliyeva Səlimə, Altman Taekwondo klubu və böyüklərdən ibarət milli komandanın üzvüyəm. 13 yaşından taekwondo ilə məşğulam. 3-cü dan qara kəmər sahibiyəm, 3 qat Respublika çempionu və 3 qat Avropa ikinciliyim var. Ən böyük hədəfim olimpiyadada ölkəmizi layiqincə təmsil edib medalla ölkəmizə qayıtmaqdır. Mən Bağırov Vüqar, 12 yaşımdan taekwondo ilə məşğulam. Altman Taekwondo klubunda məşq edirəm və hal-hazırda da böyüklərdən ibarət milli komandada məşq edirəm. 2 dəfə Respublika çempionu olmuşam və 2-cidən qara kəmər ustası. İnşallah hədəfim odur ki, gələcək Respublika çempionatında çempion olub və ölkəmizi xarici yarışlarda layiqincə təmsil etmək.